Heç hətta aeroportda bu qiymətə su yoxdur. Su gəlir, nə işıq gəlir, nə yol gəlir. 3 günə, 4 günə bir maşın su gətirirsən. Ucar rayonunun Qazyan kəndində içməli və təsərrüfat məqsədi ilə istifadə olunan su ilə bağlı ciddi problem yaşanıb. Sakinlərin sözlərinə görə, xüsusilə kəndin bəzi ərazilərinə uzun müddətdir su çatmır. İş dərdi çəkək, yoxsa su dərdi çəkək. Yəni vəziyyət çox acınacaqlıdır. 41 dərəcə isti var. Mənim qapıma axırıncı dəfə aprel ayında su gələndə. Yəni bugünkü gündə də minimum 4-5 manata tonajı gəlib çıxır. Yəni 4-5 manata Azərbaycanın heç bir yerində, heç hətta aeroportda bu qiymətə su yoxdur. Yəni bu cəmaət nə qarşıdır? Kəndə baxanda görürsünüz, işğal olunmuş bir kəndə oxşayır bura. Sanki işğal olunub. Adam yox, yaşayış yox, ölvək ki, hara çıxaq gedək biz? Müraciət deyəndə göz qabağında da hələ mənim illiyim tamam olmayıb, 6 aylıq su pulumu da keçirmişəm. Bir verin də suyumuzu, hara çıxaq gedək? Kimə deyək sözümüzü? Heyvanlarımız bir yandan, kətdə yaşayırıq da, qırılırıq susundan. 3 günə, 4 günə bir maşın su gətirirsən, o da çatmır. Puldan, kasıb millətdir ki, kətdə yaşayanlar, haradadır pul? Bir həftə, uzaqbaşı bir həftə, ekonomla işlədəndə bir həftə işlədir suyu, ondan artıq getmir. Onların sözlərinə görə su əldə etmək üçün maşınla su almağa məcbur olurlar. Bir maşın suyun qiymətinin 40 manat olduğu, gətirilən suyun isə ailələrin ehtiyacını bir həftə belə qarşılamadığı bildirilir. Yol da bura kimi çəkilib, qardaş, su da bura kimi gəlir, gəlmir. Həm kran da çəkilib, bərpa olunmayıb, pis vəziyyətdə qalıb. Yolumuz da gənə bax buradan gəlir, buradan da çıxıb gedir. Buradan aşağı 50-60 ev var, ora nə yaş su gəlir, nə işıq gəlir, nə yol gəlir. Bundan irəli 3 gün Dalbada su idarəsinə getmişəm, müraciət eləmişəm. Müşfiq müəllimə də, Müşfiq müəllim işçilərinə qəbul olmuşam. Mənə deyiblər, geçcindən Müşfiq müəllim özü 2 günə həll olacaq. Həmin 2 gün 2 ay ərzini tapmayıb. Getməkdən yorulur. Gedirsən, deyir ki, hə, yaxşı. O deyir ki, Asimin yanına düş, Asim o işi həll elə. Asim deyir ki, mən Müşfiq müəllim həll eləsin. Qardaş, baxmırlar, sözümüzə baxmırlar. Sakinlər bildirirlər ki, problemin həlli üçün aidiyyəti qurumlara dəfələrlə müraciət ediblər. Lakin uzun müddət nəticə əldə olunmayıb. Su çatışmazlığının təsərrüfata ciddi ziyan vurduğu, bəzi ailələrin isə kənddəki evlərini bağlayaraq başqa ərazilərə köçmək məcburiyyətində qaldığı deyilir.